Salam. Bugün payız makyaj eləyirik. Çox qəşəngdir. Allahım, gəlin indi makyajı sıfırdan bir yerdə eləyək. Mənim adım payızda olduğu üçün mən tam bir payız qızıyam. Payızı o qədər çox sevirəm ki, yağışı çox sevirəm. İşte birkaç da makyaja başladım elə danışarkən nəmləndirici falan çəkmişəm. Yəni hər mənasından payız o qədər özüm kimi hiss elətdirir ki, çünki qəhvəyi rənglər, rəng paleti olaraq da. Uy sağlam ol Liza. Rəng paleti olaraq da, işte bardolar, qəhvəyi rənglər. Bir qabaqdan Halloween gəlir. Çox sevirəm. Sonra bir də şeyi sevirəm. Mən isti hava çox sevə bilən insan deyiləm. Yayı okey qəbul eləməyimin tək səbəbi hər halda dənizdir. Çünki mən dənizə aşiq bir insanam. Ümumiyyətlə su ilə bağlı hər şey. Okean olsun, dəniz olsun, göl olsun. Çox sevirəm. Su məni sakitləşdirir çünki. Amma onun xarici yaya heç yəni səbr eləyə bilmirəm. Günəşlə çox aram yaxşı deyil. Mən günəşə qarşı biraz həssasam. Həm ağdərli olduğum üçün təəssüf ki olsa, yəni günəş kremini unutdumsa evə bir pomidor olaraq dönürəm. Bir həftədən çox 10 gün falan zülmünü çəkirəm, qatıq qatıqlayıram, qəribə çıxır amma full üzümlü, yanan hər yerimə qatıq çəkib belə şey kimi, mumya kimi qalıram ki, bir yerə dəyməyim, yanmayım, eləməyim. Gəmincə dəqiqə. Davam eləyək. Pişiklər biraz bir-birlərini qırırdılar. Aha, yenə. Hərəsini ayırdıq. İnşallah dava eləməzlər yenə. Liza biraz yeni pişiyi qəbullanmağı rədd eləyir. Əslində belə qəbullanma problem deyil. Sadəcə arada çox belə şey eləyir. Tərs davranır, başından vurmaq falan çalışır. Bizə qəbul eləmiş kimi göstərir özünü. 2 dəqiqə boş bıraq, başını oynatır. Amma belə qəribədir, bir dəqiqə gedir yanında yatır. Gah belədir, gah elədir. Ona görə alışma dönəmi deyib keçirik. Çünki hələ 2 həftə falandır bizdə də təzə pişiyim. Amma gündən bir gün qabaq qapıya çıx gələdi. Qapıya çıxıram, əlimdə bir dənə pişiklə gəlib. Şoka girdim rəsmən. Ona görə biraz onlarla qarışıq idi başım. Bugün bu arada makyajımızı full bronzlarla gedəcəyəm. Şey vuracağım, ənlik vuracağım. Amma daha belə qəhvəyi rənglər, bronz makyajları mən daha çox yaraşdırıram payızda. Payız gələn kimi mən direkt bardo, qəhvəyi rəngi nə varsa ortaya çıxardıram da. Və tam şey havasıdır. Mənim kimi biraz bəzi şeyləri romantize etməyə deməyim məncə. Amma yəni oturasınız belə tam pəncərənin qabağında. İsti şokolad, kofe, çay, nəyi sevirsiniz? Əlinizə alasınız. Oturub filmə falan baxasınız. O qədər çox xoşum gəlir ki, tam belə şnurlu nauşnik taxıb sakit bir yerdə gəzib overthink eləməlik havadır. Ona görə payızı mən çox sevirəm. Biraz daha bronzlaşdırsam mı, yoxsa yaxşıdır? Çünki bu sizə şu an bilmirəm, bəlkə soxtunuz gəlir, amma pudralayanda bu sabitləşir, sakitləşir. Son dövrlər bilmirəm niyə çox az ənlik vururam, çox qıcıq oluram özümə. Amma bir damcı belə çox vursam gözümə çoxmuş kimi gəlir. Amma çox xoşbəxtəm ki, sonunda clean girl erası bitdi. Amma hardan çıxmışdı bu clean girllər, million girllər? 2020 pandemiyanın həyatımıza qatdığı bir bərbad şey daha idi yəni. Mən çox darıxmışam. Mən məsələn öz həyatımda makyaj edəndə çox antin kuntin makyaj sevirəm. Təmiz makyaj mənə sıxıcı gəlir. Təbii ki, kimsə sevirsə, elə bəyənirsə, eləsin. Amma mən öz adıma deyim, əsasən sonda bir dönəmlər məsələn marağım saçıma idi. Saçımı uzadırdım, qısaldırdım, kəsirdim, boyuyurdum. İndi hələ də boyuyuram arada, amma 2 ildən sonra, yəni 2 il saçma demək o heç nə eləmirdim. Boyadım, indi kəsdirmişəm. Bir daha anladım ki, mən qısa saç qadınıyam. Hətta bundan da qısaltmaq istəyirəm. Prosto qabaqdan qış gəlir. Saçımı yığa bilmək istəyirəm. Ona görə çox qısaltmadım. Uzun saçı heç özümə yaraşdırmıram. Yəni mən uşaq vaxtı bu arada uşaq vaxtı dediyim, hətta 8-ci sinifə qədər falan saçım belimə qədər idi. Amma indi nəsə onu bacarmıram. Bir də bilmirəm, uzadan kimi məsələn saçımı açıb qoyanda özümə yaraşdırmıram, bilmirəm. Ya belə eləməliyəm. Ya öndəki saçları kənara atmalıyam. Bir damcı belə üzümə tökülən kimi xoşuma gəlmir.
O da pastayanı qulağımın arxasına atım, belə yığım sıxıcı gəlməyə başlayır bir yerdən sonra. Sadəcə demək olar yığılı saçla gəzirim. Ona görə qısaltdım. Hal-hazırdakı halından məmnunam. Burada danışa-danışa gedirəm, amma heç bir şey yadımda yox. Konturumuzu bol-bol şeylədim. İndi toza keçdik. Birinci mən krem halından vururam, sonra toz halından üstdən keçirəm. Həm şey üçün, uzun müddət qalmağı üçün. Ay, niyə elədim, başım qarışdı. Həm uzun müddət qalmaq üçün, həm daha bəlli olmaq üçün. 15.000 dəfə üzümə vurandan sonra daha nəyi bəlli edəcəm görəsən. Bir də şeydir, son dövrlər siz nəyi sevmirəm? Hər kəs sosial mediada, mən əvvəl çox sevirdim YouTube-u falan istifadə eləməyi. YouTube bəlkə hələ də əvvəlki kimi də son dövrəm çox YouTube izləmirəm. TikTok-a başlamışdım bir neçə aydır. Ora izləyirdim, oranı sevirdim. O sürüşdürmə effekti çox pisdir. Adamı saldıqca içinə salır da, yəni başqa bir şey deyil. Deyəcəkdim, unuttum. Hə, amma TikTok full şeyə dönüb. Yəni, hər kəs məhsul tövsiyə edir. Və hər kəs də, bütün influencerlarda wow, au, bu nə reaksiyadır? Görsəniz çoxu da hal-hazırda olan şeylərdən, yəni wow bir şey çıxartmayıb da, hal-hazırda başqa firmalarda həmin şeyin bənzərini satırlar. Deyəsən ki, çox wow bir şey olur, okeyəm. Məsələn, mənim son dövrəm çox wow olduğum şey duokrom farlardır, monokrom farlardır. Çox qəşəng görsənirlər. Düzdür, bizim ölkədə, Türkiyədə çox satışlı olmasa da, dünyada şu an çox, yəni baya-baya məşhurdur. Nədən davam eləyək? Beynim yandı. Pudra. Allah vurmadım. Çox azcıq da olsa bir şey eləyim. Və full demək olar xarici və ya şey, ya şeylə davam eləyir. Bu klassik TikTok'un başladığı nöqtə rəqsdir, işte akımlardır. Ya da ki şeylə. Hər kəs məhsul tövsiyə eləyir. Tam baxın, əvvəlki dönəmə görə, yəni şey cəhətdən yaxşıdır. Tam hansısa məhsul almaq istəyirsə, girirsiniz, axtarırsınız, görürsünüz ki, yəni yoxlamış insanlar bunun haqqında nə düşünür, həqiqətən bəyənirmi? Amma mən artıq influencerlara heç birinin dediyi sözdə inanmıram. Bir şey alacağımsa da gedirəm özüm testerdən yoxlayıb alıram. Ya da almıram. Artıq ümumiyyətlə makyaj malzəməsi almamağa başladım. Çünki əlimdə çox şey var. Mən bunları ən az bir 2 il istifadə eləyərmişim kimi gəlir. Maksimum alacağım şey bəlkə pudram tutarsa pudra alaram. İşte konsilerımın bitəcəyini zənn eləmirəm. Əlimdə həm belə konsilerlərdən var. 2 dənəminə. Həm bu palet var. Bir dənəsini də almışam yeni. Buradan da istifadə edirəm. Belə konsilerlərdən də istifadə edirəm. Və əlimdə xeyli var və bunlar mənə ən az 1 il aparar. Ən az 1 il aparar. Sonrasını bilmirəm nə olar. Ay, sanki kamera böyle sürüşdü. Düzəldəlim sizi. Hə. Göz makyajına keçək, yoxsa pudra eləyək, göz makyajına keçək. Sosial mediadan soyumuşam. Mən əvvəl sevirdim əyləncəli şeylər izləməyi. Ya tutanım ki, sən şey dönəmi var idi, YouTube izləyənlər bilir, Tuğba'nın falan kanalının daha aktiv olduğu ana olmadan əvvəlki dönəmləri. İşte bilmirəm, o dönəmlər daha o dost qruqları falan daha əyləncəli idi. Bir də siz də şey görmüsünüz. Mən normalda məsələn Enes Batur'u falan takip edən biri deyiləm. Çox biabır bir şey eləyərəkdən Başak haqqında iğrənc tweetlər atıb tam Kanye West kimi davranır. Türksel anlamda hamı şeylə məzələn ki, Türksel anlamda ilk Kanye West deneməsi. İlk kimi bilmirəm, amma yəni direkt bir adamın bir qadını eləyə biləcəyi ən bərbad şeydir. Ondakı qadın yəni həyatını qurub, xoşbəxt olub, davam edib, ayrılmaq istəyən də sən idinsə, niyə bir qadının həyatını sonradan məhv eləməyi seçirsən, ay insan? Çox əsəb oluram. Bu kişilərlə bizim yaşadığımız dərdlər nədir siz Allah? Bezdim. Vallaha billahi bezdim. Ya da məsələn çölə çıxıram. Mən makyaj eləməyi çox sevirəm. Amma abartı makyaj eləmirəm. Baxmayın indi şu an abartdığıma. Kamerada görünsün. Və indi baxır da getdiyiniz yerə görə dəyişir makyaj eləmək. Amma sən sevirəm də makyaj eləməyi. Daha çox mən rəngli linerlar, qrafik linerlar. Onlar da biraz daha gözə batır adi makyajdansa. Elə baxırlar ki, mən diqqət çəkmək üçün eləyirəm. Ay Allah, bax, çox net bir şey deyim. Kişilər dünyadan yox olsa, qadınlar daha bəzəkli düzəkli olur. Daha çox makyaj eləyər, daha açıq geyinərlər. Bizim dərdimiz sizsiz.
Vallahi billah biz sizə görə daha bəzənik, düzənik geyinmirik sizə görə. Eləyən qadın da vardır bəlkə. Özləri bilərlər, o heç. Amma qadınların bir çoxu adım qədər əminəm ki, özləri üçün bəzənirlər. Kişilər üçün bəzənmirlər. Nə vaxt bunu qəbul edəcək kişilər acaba? Çox maraqlıdır. Bezdim, bezdim. Son dönemlər vəbşi, yəni dünya ya get-gedə iyrənc bir yerə gedir, ya da ki, əvvəlkinə görə daha belə xəbərlərə çıxdığı üçün bizim çox hadisədən falan xəbərimiz olur. O qədər iyrənc şeylər yaşanır ki, həm öz ölkəmizdə, həm qonşu ölkəmizdə, həm ümumi dünyada. Mən artıq xəbər izləməkdən bezdim. İnternetə girmək istəmirəm. Full telefonumu internetə bağlamaq istəyirəm artıq. Həqiqətən o qədər yorucudur ki, və çoxsu da niyə qadınların başına gəlir abi ya? Mən artıq şeyə keçirəm. Bir dənə qız var internetdə, qabağıma çıxır videosu. Deyir, mən feminist deyiləm. Belə başlayır da video. Bir an şey oldum ki, əsəbləşdim falan. Yəni, bir qadının bunu deməsi mənim xoşuma gəlmir. Açığa. Feminist olmayan qadınlarla da mənim işim yoxdur. Heç sevmirəm. Hətta bloka da ataram, yəni məndən uzaq, Allah'a yaxın dediyimiz nöqtədə. Davamını amma qəşəng gətirdi Allahdan. İşte şeylədir ki, mən feminist deyiləm. Mən bərabərliyə inanmıram. Mən qadınların daha üstün olduğuna inanıram. Həm güldüm, həm də yəni haqlı mı? Haqlı. Çünki baxırsınız, kişilər işte söylənir ki, bərabərlikdən işte qadın kişi bərabərliyi söhbəti açılanda kişilər başlayır şeydən danışmağa ki, işte biz sizdən daha çox istəyirik, ailəni işte kişi idarə edir, kişi pul gətirir, nə bilim, əskərliyə gedir, öndə siz də əskərliyə gedin, çox bərabərlik istəyirsinizsə, bu sayırlar. Çox net və çox təmiz bir cavab var. Sizin o bəyənmədiyiniz sistemi kim qurub? Sizin o bəyənmədiyiniz ölkələr var ya, öz ölkənizdə daxil idarə olunmasını. O çox bəyənmədiyiniz sistemlər, o çox bəyənmədiyiniz ölkələr, o çox bəyənmədiyiniz eləməli olduğunuz bir çox şeyi kişi işi deyə adlandıran və belə bir şəkildə sistematik bölən də yenə kişilər idi, qadınlar deyildi. Bunu bir qəbullanın artıq. Bunu eləyən də siz idiniz. Bir də mən şeyə əsəbləşirəm. Bizdən yaşlı nəslin bizə söylənməsi artıq mənə gülünc gəlir. Niyə desəniz, çox xəbərləri baxaq da, pis şeylər eləyənlər. Bu istəyir, yəni cinayət sayılan şeylər olsun. Bu istəyir qadınların başına gələn pis şeylər olsun. Bu istəyir kişilərin başına gələn pis şeylər olsun. Gəlin baxaq görək ki, bunların böyük əksəriyyətini eləyən kimdir? Birincisi kişilərdir. Cinsiyyət olaraq baxdıqda. Yaş olaraq da baxdığında çoxu 30-dan böyükdür. Düzdür, indi biraz azalmağa başlayıb, təəssüf ki, elə yaş aşağı düşməyə başlayıb. Amma baxaq, indi bilmirəm, YouTube məni banlayar mı ya yox, qadınlara elənilən şeylər bir çoxunuz anladınız. Son dönəmində pedofillər falan yayılıb. Yaşlarına baxın. Sadəcə pedofil də deyil, öz yaşına da bunu eləyənlər var. Və bir çoxu 30 yaşdan yuxarı, siz qəbullanın, ya qəbullanmayın. Avtobuslarda, metrolarda bir çoxumuzun başına bir şey el gətirən, bir çoxumuzun bəlkə səsini çıxartmağa qorxduğumuz şeylər. Eləyənlərin çoxu 30 yaş yuxarıdır, qardaş. Siz qəbullanın, ya qəbullanmayın. Gənc nəslin eləyəni var. Allah bəlalarını versin, eləyəni var. Amma çoxu yaşı yuxarıdır. Gənc nəsil artıq həyatda qalmağa çalışır. Bilmir ki, necə eləsin, həyatda qalsın. Bizdən əvvəlki o nəslin yaratdığı möhtəşəm sistemdə həyatda qalmağa çalışırıq biz. Başımıza biz şeydə gətirənsiniz siz. Bu bəyənmədiyiniz, bizim də zülm çəkdiyimiz sistemdə yaradan sizsiniz. Niyə siz söylənirsiniz? Allah valla mən kişilərdən də 30 yaş, 40 yaş üstü insanlardan da bezmişəm. Elə yalnız gənclərə söyləməkdən başqa da bir şey eləmirlər. O sırada gənclər də özünü paralasın ki, nəsə eləyə bilsinlər, yenilikçi bir şey gətirə bilsinlər. Yenə əsəbləşdim, baxın. Mən sakit danışamıram deyəsən, onu anladım. Göz içimə qəhvəyə qələm keçirəm. Evet, makyaj haqqında dediyim ilk şey budur. Video başlayandan elə danışıram. Ay, amma doğru ya, çox dolmuşam deyəsən. Son dönemlər biraz yine ortalık sakitləşib Allah'la. Çox yəni sakitləşib dediyim en azından mənim qabağıma çıxmır elə xəbərlər. Mən artıq həqiqətən yorulmuşam. Mamaya deyirəm, mama gəlir sanki filan qəza olub, filan şey olub, filan kəsin başına filan şey gəlir. Deyirəm, ay insan evladı. Artıq o xəbərləri ya oxuma, ya da gətirib mənə çatdırma. Nə olar ki, yəni? Çünki mən həqiqətən bəd xəbər oxumaqdan. Bir dəfə də yaxşı bir şey görək ya.
Mən sosial mediadan da ona görə bezmişəm son dönəmlər. İzlənməyə başlayıram. Ya da ki, məsələn, insanların məşhur olduğu şeylərə baxırsan, əsasında qarşı cinsin. Ya da elə bizim cinsdə. Son dönəmlər həqiqətən qadın-qadın YouTube deyirik biz. Niyə qadın-qadın qurduna döndü yenə arada? Düz deyək, hər kəs dönmədi, amma yenə də daha qurd olanlar, qaşınanlar ortaya çıxır. Çox əsəbləşirəm. Yetərincə zaten dərd çəkirik. Bir də bir qadın bir qadına nəsə eləyəndə çox əsəbləşirəm də. Ay. Mənim son dönəm gündəmim antin günü o qədər hər şey qarışıq ki, ona görə bilmirəm, yəni nə baş verir, nə şey olur. Bundan mı davam edeyim yoxsa? Bunu qələm kimi ucunu eyeliner kimi uzadım, sonra ay çok pis elədim. Bir şey olmaz, düzəldirik. Barmaqlarımız nə üçün var? Düzəltmək üçün. Sonra şey eləyərik. Ten paletindən, tenden, qəhvəyi rəng tenden bir buğulandırarıq. O qədər yoruldum ki, yəni şeydən danışmıram. Saçma sapan gözəllik standartlarından vapşı danışmıram. O qədər antin kuntin bir yere gedir ki bu dünya. Neye ne diyeyim ben de bilmiyorum artık. Ben de oturup bütün video sesle oynamalı olacağım. Çünkü bu əsəbləşəndə sesimin tonunu biraz ters şekilde olsa kaldırıram. Bunu da üstünde işləyirəm. Ay Allah. Şeyden de yoruldum. Böyle şikayet videosu. İç sesimi ortaya çıxardım videoda dostlar. Sorry. Kamera açanda ben başım gedir gençler. Siz məni boş verin. Sakit həyatınıza davam edin. Birinci tüm renkli qəhvə ilə başlayaq. Olmamalıydı. Məni belə makyajla görün. Siz sadəcə bir qara qələm çəkib tuş vurub çölə çıxanda mənim içimdəki hissiyatı görün. Ölüb bitirəm də. Heç qəşəng görünməyim önəmli deyil. Mən tamam Messi görəm. Sonra bir tık daha açıq bir qəhvəyi götürürük. Yine fazlasını çırpırıq. Mikrofona görə şu an qorxuram ki, səs çox şey gələcək. Biraz çox abartdıq sanki. Çox yuxarıdan başladım. Buralara qəhvəyi bulaşmamalıydı. Xoşbəxtlik. Mən başqalarında şeyi çox bəyənirəm. Məsələn, göz içinə çəkir nəysə, bir də göz altına keçir. Mən onu eləsəm panda kimi görsənirəm. Yəni, nə yapalım? Qəbullanalım. Mən də ona görə qəbullandım. Çox üstünə getmirəm. Bir də mənim qabağıma şey çıxıb bilmirəm, siz xərcləri izləyirsiniz ya yox. 2 dənə bacı var, biri qıvırcıq saçlı. O qədər ölmüşəm ki, o qıvırcıq saçlı qız tam bizdir yəni. Elindəki pudra belə öz rənginə uyğun deyil. Makyaj desəniz 5 dəqiqədə pıt elədi çıxdı. O birisi sayır 1000 dənə atdım. Ən düzü günəş kremi nəmləndirici falan önəmlidir. Amma işte yox, tamamını əlivi al, əlində isə üzvə yağ. İşte şöyle pıt elə, pıt eləməklə bir ömür tonalini yayarsınız. Mən tonal vurmadığım üçün onun dərdini çəkmirəm. İşte nə bilim konturu şuraya yok, şuraya, nə bunu buraya yok, bunu buraya, bunu onunla sabitle, onu bununla sabitle, gözün altını bundan, gözün qalanını başqa bir şeylə sabitle, üstünə settings. O qədər çox altını çıxardıblar ki, makyaj edəncə 2016 makyajlarına baxın. Düzü o da çox okey deyil, yəni 10 pompa tonalini vururdular üzə, sonra da onu nətər yedizdirirdilər, mən bilmirəm. Üzdə o qədər məhsul ola, üzü qəşəng göstərməyə bacarırdılar, yalan yox. Mən 2016 makyajlarını çox bəyənirəm. Ən azından bir kişiliyi var. Yine hamının makyajı bir-birinə oxşuyur. Daha nə mənası qaldı onda makyajın? Son olaraq dibdən bir yenə keçək ki, o tüklüyü qalsın yəni. Yəni dibinə qara keçəcəm. Nə qədər dedim? Keçməyim ama olur. Bundan artıq deydirsəm mən olacam nanay. Güneş de çok gelir. Siz də eləsizmi bilmirəm. Mən çox vaxt kirpiklərimi bir-biriyəm. Bir gözümü qıvırıram, şey çəkirəm, tuş çəkirəm, sonra düz gözümə keçirirəm.
Yəni mən çox qat-qat çəksəm, çox dibdən çəksəm, o kirpik qalmır. Düşür aşağı və daha da pis görünür. Bir də kamerada ola bilər qat-qat çəkilən kirpik sizin gözünüzə qəşəng gəlsin. Amma mən real həyatda qat-qat çəkilən kirpikləri çox bəyənməyə bilirəm. Bir şey görsünlər. Qıvırdığımız kimi qalsın. Nə deyəcəkdim onu? Mənlə eyni olanlar anlayır. Mənim dodağımın kənarları həm çox pigmentsizdir, həm də xətti bəlli-bəlirsizdir. Ona görə çəkəndə çox şey olur. Bəzən belə heç yəni tamamilə xətti üstündən keçirəm. Şey kimi görünür, sanki belə çox belə üstünə ikinci mərtəbə çıxmışam kimi. Bəzən də ki, şey edirəm, onun dozunu tutduramıram. Mən indi makyajı video çəkəndən sonra siləcəm. Çünki heç yerə getmirəm. Sadəcə əyləncəsinə video üçün çəkdim.